Selamun aleyküm ve rahmetullah. Bütün aziz kardeşlerime salam ve duam var. İnşallah ibadet itaat kabul olsun Allah'ın izniyle. Əzizlər soruşurlar ki, niyə məsciddə xütbə eləmirsiniz, iştirakınız yoxdur? Əzizlərin diqqətinə çatdırmaq istəyirəm ki, biz Aşuranın 5-inin, Məhərrəm ayının 5-dən sonra bizim xətib kimi iştirak eləməyimizə məhdudiyyət qoyurlar. Yəni biz hal-hazırda heç bir məsciddə xütbə eləyə bilmərik. Və bu cəhətdən də əzizlər narahat olmasınlar. Hal-hazırki vəziyyətdə biz məclislərdə ki, xütbə eləmirik, iştirak eləmirik. Məsələ ilə bununla bağlıdır ki, biz heç bir halda, heç bir məsciddə xətib kimi iştirak eləyə bilmərik. Və əzizlərimiz narahat olmasınlar. İnşallah Allahın izni ilə Hz. İmam Hüseyin əleyhissalamın mübarək kəlamına əsasən ki, misli la yubayi'u misləhu, mənim kimisi sənin kimisinə beyyət eləməz. Bizdə o əqidə və o təfəkkür əsasında biz Yezid və Yezid kimlərə beyyətimizi, beyyət əlimizi heç bir halda uzatmarıq. İnşallah biz zamanı İmam Həzrət İmam Məhdi Əcələllahu Teala fərəzəhumdan beyyət eləmişik və bu beyyətə, bu əhdə inşallah sadiq qalacaq Allahın izni ilə. Allah sizi var eləsin, minnətdarım.